Hoş gördük hamınızı. Ümumiyyətlə bizim iki dənə olub da səhv eləmirəmsə. Üç olub. Bu üçüncüdür. Hə, amma 2 dənə olub. Ümumiyyətlə necə bir refleks eləsək, ola bilsin burada iştirak edənlər də var, yeni olanlar da var və ola bilsin ki YouTube-dan falan da baxanlar var. Ümumiyyətlə bir təcrübədə bir dəyişiklik, nəsə bir şey varmı? Mən öz adıma deyə bilərəm ki, bizə səbirli olmaq, sonra sözünüzün dəyəri məsələləri eləcək ki, yəni digər valideyn yoldaşmada izah elədim. Təbii ki, birdən-birə mümkün deyil, amma yetər başlamışam. Faydasını görürəm, çünki onun vaxtı o dəyişikliyi hiss edilir. İnanıram ki, buradan öyrəndikləri daha çox fayda olur. Okey. Yaxşı. Başqa tətbiq edən var, yoxsa hələ ki öyrəndiklərini? Sizdə daha hazırlıqlı valideyn olacaqsınız inşallah. Müəllim işləyirsən də. Necədir ümumiyyətlə? Müəllim kimi uşaqlarla ünsiyyətinizə necə təsir edir? Ümumiyyətlə tətbiq edirsiniz yoxsa yox? Daha da möhkəmdir. Okey. Hələ. Belə, biz bugün baxacağıq ümumiyyətlə uşaqların davranışının idarə olunmasına və bu davranış o qədər qəliz bir mövzudur ki, bunu danış, yəni danış yox, bunun nəzəriyyələri var, elm bunu hələ də araşdırır və ortaya belə kəsin bir şey qoyulmur da ki, məsələn, bu nə ilə düzələcək? Belə bir şey yoxdur. Yəni, deyək ki, adətən müəllimlər bizdən nə gözləyir? Deyir ki, hə, mən filan problemi necə həll edeyim? Mənə bir dənə yol göstər. Deyir ki, bunun bir dənə yolu yoxdur. Əvvəl bunu qəbul etmək lazımdır ki, bir problemin, davranışın, şagirdin, uşağın davranışının bir dənə həll yolu yoxdur. Məsələn, bunu götürək, bura qoyaq, uşaq yaxşı davranacaq və bunun davranış pozuntusu, negativ davranışı düzələcək, belə bir şey yoxdur. Birinci, bunu qəbul etmək lazımdır. Nədən asılıdır bu? Şəxslərin özündən asılıdır və səbəblərdən asılıdır. Bunun o qədər, ümumiyyətlə, insan dünyada yeganə varlıqdır ki, çox belə həm sadə varlıqdır, həm çox qəliz varlıqdır. Sadə də ona görə ki, yəni aşağı-yuxarı insan bəllidir. Amma qəliz də ona görə ki, hər kəsənin düşüncəsi, onun psixologiyası müxtəlifdir və onun davranışına təsir edən faktorlar da müxtəlifdir. Yəni, bir insanın, məsələn, özümüzü götürək, öz davranışlarımızı götürək, bizim davranışlarımız nədənsə təsirlənir. Ya bizim ailədən təsirlənir, ya düşdüyümüz mühitdən təsirlənir, böyüdüyümüz deyək ki, ərazidən təsirlənir, deyək ki, genetikanın təsiri ola bilir, çoxdur. Mənim bir tələbəm var idi, deyir, bunlar yasamalda qalır, deyir ki, bizim məhəllədə olur ya, hər məhəllədə o komendant şəxslər olur ya, belə nənələr falan otururlar. Deyir, bir o birisində deyir ki, filan kəs, oğlun əskərini çəkib, deyir, çəkib. Türməsini yatıb, nə evləndirmirsən? İndi bu ifadənin altında bir mədəni şey durur da, yəni əskərini çəkibsə, türməsini yatıbsa, demək bu həyatda artıq bu öz görəvini yerinə yetirib, artıq evlənə bilər. Yəni, evlənmək üçün bu düşüncə artıq bir bölgənin, bir ərazinin uşaqlı, böyüklü, bunu uşaq da eşidir, böyüyən o uşaq da eşidir ki, mənim demək ki, qonşu, qohum gördüyü insanlar artıq türmədə olmağı bir üstünlük, avantaj kimi. Bu düşüncə ilə böyüyən insan nə olacaq? İllah da bir cinayət törətməyə çalışacaq ki, axı bundan bir sosial gözlənti var. Belə. Ona görə davranış məsələsi belə çox şaxəlidir və bunu ümumiyyətlə bir neçə dərslər lazımdır ki, davranışla bağlı biz məsələlərə hardasa bir gün işığı saça bilək. Başlayaq nədən? Birinci rol modeli məsələsindən.
valideynin dolayısıyla müəllimə də, bu dediklərimiz müəllimə də aiddir, valideynə də aiddir, hər kəsə aiddir. Rol model olmaq. Nədir rol model olmaq? Tədqiqatlar göstərir ki, ümumiyyətlə bununla bağlı nəzəriyyə də var, sosial öyrənmə nəzəriyyəsi və mən də artıq o alimlərin kimlərdir falan deməyin o qədər də sizin üçün önəmi yoxdur. Önəmi olan odur ki, elm sübut edir ki, insan davranışını başqalarını müşahidə edərək öyrənir. Yəni, biz doğuluruq, həyata gəlirik, necə davranmalıyıq? Bununla bağlı bir məlumatımız yoxdur. Yəni, mən hansı məqamda necə davranmalıyam? Deyək ki, uşaq vaxtı bizi aparırlar qonaq, evdə tənbihləyirdilər ki, bax, nə barədə süfrəyə əl uzadasan, nə bilim, oradan konfet götürəsən, çay içəsən filan. Tamam, nə barədə durub evdəki gəzəsən, həyətə düşəsən filan desən, o zaman sualsızdır, mən niyə qonaq gəlmişəm? Yəni, mən süfrədən bir konfet götürüb, istədiyim konfeti götürüb çay içməyəcəmsə, o zaman, yəni, sakit oturaq, böyüklər öz söhbətini edəsin və s. Dolayısıyla biz davranışımızı müxtəlif şeylərdən öyrənirik. Ya valideynin tənbihləri ilə, cəzası ilə və s. ya da ki, bir nümunə model görürük. Uşaqlarla danışmaq, keçən dəfə bunu toxunduq. Danışmaq o qədər də effektiv deyil. İndiki uşaqlarla heç effektiv deyil. Danışmaqdan daha çox siz özünüzə çəki düzən verəcəksiniz. Yəni, özünüzü düzəltsəz, ətrafı da düzəltmiş olacaqsınız. Bunun alqoritmi bu. Bir variant budur. Yəni, biz tədqiqat göstərir ki, bir insan davranışını başqasını müşahidə edərək öyrənir. Məsələn, deyək ki, bugün cəmiyyətdə baxaq da, daha çox nə müzakirə olunur? Deyək ki, TikTokda filan kəs, məsələn, indiki uşaqları soruşun, nə deyəcəklər? Deyəcək, YouTuber olmaq istəyirəm, TikToker olmaq istəyirəm, sonra nə bilim, influencer olmaq istəyirəm, nə olmaq istəyirəm? Yəni, bilirsiniz niyə? İşte bu dediyimiz məsələ. Bu girir YouTube'a, sosial şəbəkə, ora-bura, görür ki, kimdənsə nümunə götürür. Evdə ana o qədər deyinib ki, ana artıq rol model kimi öz qüvvəsini itirib. Artıq görür ki, cəmiyyət kim daha çox müzakirə olunur, kim daha çox nümunə şəklində cəmiyyətə təqdim olunur və biz ona baxırıq, görür ki, filan kəs bərli, bəzəkli, geyinir, keçinir, YouTube oradan girib filan şeyin təqdim edir, ona baxır, like edirlər, müzakirə edirlər, orada ürək atırlar filan. İşte müşahidə eləyir, nəticə o qənaətə gəlir ki, mən YouTuber olmaq istəyirəm. Mən də belə olmaq istəyirəm. Bu qarşısı alınmaz bir şeydir. Siz ondan durub desəz ki, sən mütləq yox YouTuber, bu nədir, bu nə danışıqdır, filandır. Bu formada siz özünüzdən daha da uzaqlaşdırarsınız. Bunun həll yolu, biz belə görmüşük də, biz valideynimizdə nə görmüşük? İndi də biz özümüz də belə valideyndə qışqırıb bağır, məsələni kəsə yoldan həll edək. Ay oturaq uşağa izah edək, ay duraq nəysə şey edək, nə bilim, özümüzü düzəldək, səbirli təmkin. Yox, biz bunu belə eləmirsə, səs tonu qalxır, qışqırırıq, danlayırıq, əsəbləşirik. Qısa yolla biz belə görmüşük. Bizdə qorxutmaq yolu, təhdid yolu ilə, atava deyəcəm, filan şey deyəcəm. Yəni, dolayısıyla biz ətrafımızdakı insanları anlayıb, anlayış göstərib, onun altına yatan səbəbləri müəyyən edib həll eləmək yox, dirək qışqırmaqla həll edirik. Davranış, bizim gördüyümüz davranış, bax sizin övladlarınız olsun, şagirdlər olsun, qonşular olsun, qohumlar olsun. Bəzən olur, deyək ki, elçilik məclisidir və yaxud da nə bilim, hansısa bir bayram vaxtıdır. Qohumlar yığışıb bir yerə, oradakı söhbətlər, nələr var orada. İndi, oradakı davranışın belə, kimsə orada imkan verir, biri çıxır, imkan vermir danışmağa, heç kəsə. Ona da müdaxilə edir, buna da danışır. Onun bu davranışı belə, görünən davranışının altında yatan səbəblər var. Yəni, dolayısıyla siz uşaqda, valideyn kimi övladınızda, müəllim kimi şagirddə, sonra qonşuda, qohumda, əqrəbədə gördüyünüz davranışın
bir pərdə arxası var. Və biz onu görmürük. Bizim işimiz əslində onunla olmalıdır. Biz o pərdə arxasında işləmirik. Biz işləyirik ilə gördüyümüz davranışa fikir bildiririk. Onunla da səhv eləmiş oluruq. Çünki biz o davranışın altında hansı məsələ yatır, biz onu bilmirik. Yəni biz nəticəni düzəltməyə çalışırıq və səbəbi araşdırırıq. Bəli. İşte biz görünənlə işləyirik, səhvi də orada eləyirik. Çünki biz nə edirik? Məsələn, uşaq davranış pozuntusu eləyir, bir neqativ davranış eləyir. Biz həmən onu müdaxilə edib düzəltmək istəyirik. Amma bilmirik ki, bunun davranışının altında yatan bir səbəb var. Mən o səbəbi görmədən, bilmədən mən bu problemi həll edə bilmərəm. İki, məsələn, müəllim yoldaşlardan biri təcrübəsini bölüşür. Yəni kino kimi bir ssenaridir də, olmuş bir şeydir, öz başına gələni bölüşür. Deyir, bizim sinifimizdə bir uşaq tez-tez müəllimlər şikayət edir ki, bu uşaq dərsə 6-cı sadə, axırıncı sadə qalmır, dərsdən tez gedir. Bir gündə deyir, bu mənim dərsimə denk gəldi, tez getmək istəyəndə mən də çıxdım koridorda, dedim ki, bəs niyə getmək istəyirsən də, icazə verdim getməyə. Soruşuram ki, niyə? Deyir ki, müəllimə, mən getməliyəm evə, çünki mən ayaqqabımı verirəm qardaşıma. Qardaşım geyinib məktəbə gəlməsi lazımdır, ona görə mənim tez getməyim lazımdır. İndi bu mənzərə görünən, deyinən müəllim niyə deyinir? Bir kişi tez gedir, dərsə qalmır, axıra qədər dərsdə oturmur falan, başlayır deyinməyə. Amma bu uşağın, bu davranışın altında bir səbəb var. Biz o səbəbi bilsək, o uşaqla çox sərt davranmayacaq, başa düşəcək. Əslində insanların hekayəsini öyrənməyə çalışmaq lazımdır. Bəli. Yəni hekayə nədir? Nəyin səbəbi? Tamamilə doğru. Yəni o davranışın hekayəsi nədir? Hekayəni öyrənsək, Bəli. biz özümüz də ona qarşı münasibətimizi idarə etmək bacarırıq. Eynən. Eynən. Yəni biz o davranışın, övladımızın neqativ davranışı, məsələn, indi biz birazdan baxacaq səbəblərə falan, onun altına yatan səbəbi hekayəni bilmədən həmən müdaxilə edirik və biz həmən uşaqların, övladımızın gözündə ucuzlaşırıq. O bizə artıq hörmət etmir də, çünki biz onu başa düşmürük deyə. Biz təsəvvür edin, biz yetkin insanlıq, valideynik. Valideynliyin çətin tərəfi də nədir? Eyni zamanda qayğılar çoxdur. Ailə qayğısı, ev qayğısı, uşaq qayğısı, maddi qayğı, mənəvi qayğı, o, səhhət, filan. Amma əgər biz valideyniksə, bunun öhdəsindən gəlməyə hazır olmağımız lazımdır. Bu yükü çəkməliyik. Valideyn olmaq o bir elə məsələ var. Deyir, qapıda it ol, evdə böyük olma. İndi valideyn evdə böyükdür. Bu qəbul eləsə də böyükdür, eləməsə də böyükdür. Və bunun verdiyi bir məsuliyyət var. Ya biz bu məsuliyyətimizi dərk edib öz davranışımıza, övladımıza qarşı münasibətimizə münasibət bir çəki düzən verəcəyik, nəyisə dəyişdirəcəyik. Ya da ki, elə davranışımızda qarma-qarışıqlıqla da həyatımızı davam edəcəyik. Bizi övladlarımızla nə qədər münasibətimiz pozulsa da, nə qədər anlaşmazlıq olsa da bağlayan bir bağ var da, deyək ki, valideynlik bağı. Bəzən o duyğu sömürüsü zadı olur, bəs ana haqqı falan söz atırıq uşağa. Yəni, bəs cənnət anaların ayağı altındadır falan, biraz ucadan deyir ki, bu duyğu sömürüsüdür. Bu bir dəfə işləyir. 2 dəfə işləyir. Üçüncüdə uşaq beynində deyir ki, da bildik də, ana müqəddəsdir, bildik. Sonra keçindi görək nə pişirmişsən. İndi, dolayısıyla səbəblər çoxdur yəni. Səbəblər çoxdur. Ona görə rol model kimi bizim nümunəvi davranışımız, yəni o deyir, misal var, deyir, anasına bax, qızını al, bəyan uğranmasına da deyir. Bu hardan doğur? Adətən qızlar öz anasını rol model kimi görür. Bəzən bir çox hallarda da oğlanlar atasını rol model kimi görür. İndi gəlin düşünək. Biz valideyn olaraq rol model, məsələn dedik də, uşaq doğulur, necə davranacağını bilmir. Ətrafına baxır, atasına baxır, anasına baxır və bir vəziyyətlərə düşür. Deyək ki, yol qəzası baş verəndə, qonaq gələndə, su kəsiləndə, nə bilim, evdə yemək olmayanda, həyatımızda baş verən situasiyalarda görüm atam necə davranır, görüm anam necə davranır. Bu oradan davranışı müşahidə ilə öyrənir.
Və biz həmən vaxtlarda özümüzü doğru davranış sərgiləməsək, o zaman biz övladımız üçün necə rol model ola bilərik? Sual çıxır. Məsələn, bir uşağın, deyək ki, məsələn, orta məktəbdə oxuyan bir oğlan uşağı götürək. Deyək ki, bunun həyatında bir kişi rol modelinin olması lazımdır. Deyək ki, bir atasının olması lazımdır ki, bu deyək, normal davranması üçün, hansı vəziyyətdə necə davranması üçün bir öyrənəcəyi bir istinad nöqtəsi lazımdır. Və ya uşağın atası var, amma ata rol model kimi doğru davranmır. Deyək ki, məsələn, içkiyə qurşanır, sonra nə bilim, deyək ki, negativ, deyək ki, mənfi davranışlar olur, vərdişlər olur və s. və s. Nəticədə bu uşaq necə davranacaq? Yəni, doğru davranışı, məsələn, biz təsəvvür eləyin ki, bütün günü sup yeyirik, heç biz kabab yeməmişik. Biz gedib qayıdıb kabab yeyəndən sonra təzədən supu istəyə bilirik, çox çətin olur da. Yaxşını görəndə pisə qayıtmaq olmur. Uşaq da belədir. Əgər atasında o yaxşı nümunəni görəndə, pis nümunələr qarşısına çıxanda atası həmişə ona etalon rolunu oynayır. Amma yox, ata pis olanda o oğlan öz atasından nəyi öyrənəcək? Daha yaxşısını deyək ki, görəndə öz atasına yox, həmən adama meyl eləyə bilər. Və yaxud da cəmiyyətin yaxşı dediyi, qəbul elədiyi pislərdən söhbət gedir. Məsələn, cəmiyyət nəyisə yaxşı qəbul eləyir. Məsələn, deyək ki, nə bilim, hansısa bir pis vərdişlərə qurşanmaq. Bunu cəmiyyət yaxşı qəbul edir. Uşaq deyək ki, məsələn, türmədə yatmaq. Deyək ki, bayaq çəkdiyimiz məsələ. Əgər cəmiyyət bunu yaxşı qəbul edirsə, amma bu özü-özlüyündə yaxşı bir şey deyilsə, o zaman o uşaq ona meyl eləyəcək. Dolayısıyla bir oğlanın və yaxud da bir qızın nəyisə, kimisə yaxşı mənada rol model görməsi lazımdır. Nümunəni görməyəndə problem yaranır. Məsələn, uşaq atanı görür, bir mənə çıxdılar, olmayacaq. Məsələn, işləndir, ailələrimiz şirkət üstünə. Bunun şahidlərinin arasında müşahidə eləmişəm. Bir insanlar heç oxumaq kimi valideyn olmayacaq, içməyəcəm, səhər dolaşıb, ya da qadın kimsə qaldırmayacaq. Yəni, o dediyiniz doğrudur. O özü artıq qərar verir ki, yəni bu cür olmaq istəyirəm, yoxsa bu cür. O artıq onun müəyyən yaşa çatandan sonra o qərar verə bilir. O yaşa qədər artıq bəzi xarakterləri, bəzi davranışları götürə bilər. Bu dəyişdirə bilər. Bəli. İşte davranışa təsir edən faktorlar çox olduğuna görə o dediyiniz nüanslar böyük, yəni təxmini deyirəm, %20'dir. Amma böyük ölçüdə o gedib atası kimi, çünki ondan gördüyü bir davranış var, eyni formada olmasa da başqa bir formada onu sərgiləyəcək. Ya evdə, ya gələcəkdə ailə quranda və s. İllah da sərgiləyir. Bunu dəyişək olur. Məsələn, uşaq deyir ki, məsələn, baxır, bezir, deyir, hər gün nə qədər evdə dava-dalaş olar. Baş gedir və özü üçün tamam başqa bir, çox sakit bir həyat qurmağa çalışır. Bu hallar da var. Amma hər bir şəxsin, bax, siz indi beyninizdə düşünün, hər kəs... Onu deyirəm, hər uşaqda olmur. Səbəblər müxtəlifdir. Bax, indi məsələn, hər kəs özünü bir dənə düşünsün və necə insan olduğunuzu düşünün, özünüzü. Və düşünün ki, bu cür insan olmağı mən bu xarakterimi kimdən öyrənmişəm? Şəxsən, mən atamdan çox sevdiyimə görə, tezlik çəkdiyimə görə, həmişə öz istəyirəm. Yəni, gənc vaxtından atama oxşayan bir insan axtarmışam. İşte bir rol model axtarmağa çalışılır. O olanda necə hərdir, amma əslində belə baxanda ideal xarakter deyil, belə atam xarakterli insan olduğunu. Evet. İşte bir insanın həmişə müəllimlərim daha çox. Çünki bizdə ailədə oxuyan olmadı, o üçün verir. Valideyn əgər şükür olmaqda, bizdə şükür elə bir şey olmayıb, amma oxumayıblar da. Nəki valideynlərim, nəsildə mənə kimi, mən qız uşağı olmayıb. Mən həmişə müəllimlərimə yapışardım. Həmişə onların xarakteri göstərdim ki, və mən onu bacarırdım mən. Yəni ki, yekil oxudum, müəllim oldum. Və həmişə də qızıma nümunə göstərirəm. Deyirəm ki, səndə valideynlərim siz oxuyub.
yoldaşım 2 üniversite tutarında. Sen YouTuber olmak istiyorsun. Sen müziği bir gününe götürmüşsən ki, valideynlərin oxuyub. Mən üçün necəydim, heç kim oxumamışdım. Mən özümü motivasiya edirdim. Müəllimlərə daha çox gelirdim onlara bax. İşte siz bizim keçən seriyamıza baxın. Biz buna toxunduq keçən seriyada. Bizim öz tarixi YouTube-da var, baxa bilərsiniz. Öz tarixi, yəni yaşadıklarımızı uşaqlarımıza ötürməməliyik. Yəni bizim dövrümüzdə bu belə olub, bizdə indi siz belə sənin dövründə mən universitetdə oxumuşam filan zət, uşaq bunu başa düşmür. Düşməyəcəkdir. Neçə yaşında bir oğlan uşaqlar, yaşı seçməndə 7-8. Onlarda ailə səsləmək istəmirlər birdən olaraq. Yəni ata olmadığına görə evdə cavab verir. Mən hiss edirəm ki, o ana xarakteri, meyillə verir də. Yəni onu necə məhkum edə bilərəm? Birbaşa onu demək də istərdim. Bu sizin düzəldə biləcəyiniz bir məsələ deyil. Çünki oturduğu ancaq xaladır, anadır, ona görə artıq... Və onun elədiyi söhbətlər də və yaxud da məsələlər də... Onu mütləq şəkildə valideynə bir üslubunca çatdırın. Amma bunu mümkün qədər ehtiyatla, çünki dediyiniz nüansı valideynlərə bildirəndə valideynlər çox aqressiv geri dönüş edə bilirlər. Orada biraz ehtiyatla valideynə çatdırın və psixoloqla mütləq, yəqin ki, məktəb psixoloqu yox, ümumiyyətlə bir peşəkar psixoloqun yardımı lazım olacaq. Və nə qədər indi lazımdır, nə qədər tez başlayırsa o qədər. Ona görə deyirlər, məktəbdə kişi müəllimləri olmalı. İşte rol model olaraq, bəli, bəli. Məsələn, oğlan uşaqları kişi necə davranar? Yəni, yaradılış olaraq fərqli idi. Kişinin davranışı ayrı, qadının davranışı. Kişinin davranışı özünə görə yaxşıdır, qadın davranışı özünə görə gözəldir. Yəni orada biraz işte müəllimlikdə, biz indi bunu müəllimlərin sizə danışdığım hissə var, bir də müəllimlərə danışdığım hissə var. Biz o uşaq, oğlan uşağı uşaq vaxtından ata rol modeli görmürsə, onun yaxşı kişi müəllimi görməsi lazımdır. Və yaxşı əmi görməsi lazımdır, yaxşı dayı görməsi lazımdır. Amma illa da yaxşı kişi obrazını görməsi lazımdır. Çünki o necə davranacaq? Bir məclisə düşür, necə davranacağını bilmir, necə oturacağını bilmir. Bəzən hansı məqamda kiməsə nəsə deyəcəyini bilmir. Çünki bunu görməyib. İşte çətin məsələ. Biraz ehtiyatla davranmaq lazımdır, amma mütləq şəkildə valideynə bildirin və psixoloqun dəstəyi ilə o məsələnin üstünə düşmək lazımdır. Amma bizim burada əsas bilmək istədiyimiz odur ki, biz nə qədər özümüzə çəkib, yəni övladımızın düzəlməsini istəyiriksə, hətta həyat yoldaşınızın düzəlməsini istəyirsinizsə, ki, düzəlməsi deyəndə bəlkə bu doğru ifadə olmur, bəlkə o sizdən daha yaxşıdır, bilmək olmaz. Amma qarşı da illa da amma dəyişmək istəyir də, yəni bəlkə də sorğu aparsan, o cütlüklərin biri o birisini düzəltmək üçün həmişə çabalayır. Xüsusən də qadın kişini düzəltməyə çabalayır. Düzəltmək deyəndə bunu düzəltmək sözü, yəni özünə oxşatmağa çalışır ki, o da mənim kimi düşünsün. Özünə uyğunlaşdırmağa çalışır. Amma burada səhv eləyirik. Burada səhv eləyirik. Yəni o ümumiyyətlə tək yoldaşdan getmir söhbət. İnsan ünsiyyətdə olduğu, buraxsa qaynananın da özü kimi eləmək istəyir. Yəni biz insanları fərqli xüsusiyyətlərindən qəbul etməyimiz lazımdır. Harda səhv eləyirik? İnsanları özümüz kimi görmək istəyəndə. Burada hayal kırıklığına uğrayırıq. Çünki heç bir insan çevrilib başqa bir insana təsirlə olmur. Bunun bir dənə yolu var. Özünüzü düzəltmək. Məsələn, siz qarşı tərəfi düzəltmək istəyirsinizsə, özünüzü düzəldəcəksiniz. Biz növbəti dərslərdə bir seçim nəzəriyyəsi deyə bir şey var. İnsanın davranışı onun daxilindən gələn bir şeydir, yanaşması var. Orada məsələn, onu müəlliflərindən biri, müəllifi deyir ki, insan o vaxt səhv edir ki, məsələn, kişi qışqırır, qadın da qışqırır. Burada səhv edir. İkisindən, yəni, biri qışqıranda o birisi deməlidir ki, mən sənin kimi əsəbləşməyəcəm. Sən indi əsəbisən, hirslənmisən, mən səni başa düşürəm. Yəni, biri o da olanda birisi olmaq məsələsi var, bizim nənələrin, babaların dediyi. Həmən məsələ. Yəni, dolayısıyla biz münasibətlərdə, yəni, qarşı tərəf üçün rol model olmadığımız müddətcə, yəni, ola bilsin ki, məsələn,
bir şey də düşünək də, bir anında düzəldəcək, hər şey düzələcək, mən özümü düzəldəcəm, 2 gün sonra övladım özünü düzəldəcək. Yox. Siz özünüzü düzəldəcəksiniz. Övladınız bəlkə də sizdən uzaqlaşacaq. Uzaqlaşması da lazımdır. Uzaqlaşmalıdır ki, sizi görə bilsin. Yəni siz deyək ki bir figursunuz, deyək ki şəxssiz də, bir xarakteriniz var. Özünüzü düzəltmisiniz, davamlı öz üzərinizdə işləyirsiniz və s. O uşaq getməlidir, uzaqlaşmalıdır. Fərqli insan tipləri görməlidir. Yaxşısını görməlidir, pisini görməlidir və hər dəfə görəndə öz atası, anasını düşünəcək. Deyəcək ki, yox, mənim atamdan, anamdan yoxdur. Bunu bulmaq məsələsi mən. Necə? Dilləri bunu olmaq. Gedib görəcək, fərqli insanlar görəcək. Biri bunu aldadacaq, biri bunun qayğısına qalmayacaq, biri belə. Onda deyəcək ki, qaydanda sizi olduğu kimi tapması lazımdır. Tamam mı? Ona görə siz özünüzü düzəldin və kimlərisə də düzəltməyə çalışmayın. Orada səhv edərik. Biz buraxırıq, o gedir, fərqli personajlar görür, fərqli situasiyalara düşür və yavaş-yavaş qayıdır gəlir. Yəni, bir insanın düzəlməsi bəlkə də illər çəkə bilir. Kəsib atmaqla uzaqlaşdırmış olur. Qışqırmaqla, nə bilim, orada agresiya və s. uzaqlaşdırmış. O demək deyil, biz əsəbləşməyəcəyik. Əsəbləşəcəyik, hisslənəcəyik. Amma dozasında, qədərində. Yox, orada hər şeyə görə hər xırda şeyə görə əsəbləşək, hər xırda şeyə görə agresiv olaq, doğru yanaşma deyil. Necə demək istəyirsiniz? Deyirəm, çox danışıram, ona görə istəmirəm. Yox, niyə ki? Buyurun, təcrübən. Siz deyirsiniz, mən öz oğlum, məsələn, xatırınızda, 14 yaşlar oğlum demişdim. Bizdə, məsələn, ziddiyyət evdə olmadığı da var, və ona görə xatirə yox, biraz kitabın səsəsi deyəcəm, hələ biraz dəli qalındır, daha çox agresivdir, məsələn, tahvaflar, belə şeylərə deyildir, amma məsələn, atası təmkinli, sakitdir, amma atasının yaşamaq arasında onun modeli seçir. Halbuki biz onunla nə qədər söhbət edirik, bunun düzgün olmadığını da izah edirik, davranışında nəticə olaraq nə ilə qarşılaşacağını da izah edirik, yenə xeyr edən, yəni o onu daha çox ondan çox deyirlər, yəni öyle bir tərsliklər Bu bir çox səbəblərdən ola bilər. Bu yeniyetməliklə də əlaqəli ola bilər. Yeniyetməliyin gətirdiyi bir enerji ola bilir və s. və s. Səbəblər çox, bu genetik də ola bilər. Deyək ki, bu düzdür, elm sahəsində genetikanın xarakteri, təsirin o qədər də bəyənilmir, amma şey var, bu faktoru qəbul edən alimlər də var ki, genetikanda rolu ola bilər. Bu halda sizin onun üstünə getməyiniz doğru deyil. Sizdən daha da uzaqlaşdırır. Biri var, biz kəpənəyi tutmaq istəyirik. Kəpənək bizdən daha da uzaqlaşır. Bir də var, biz öz qaldığımız yerdə qalırıq, kəpənək özü gəlir. Bax, bu yanaşma belə olmalıdır. O uşaq, misal üçün, bəzən çox deyə bunun o qədər yolları var ki, yol gedirsiniz, siz, yoldaşınız, oğlunuz yol gedirsiniz. Deyək ki, maşından yol gedirsiniz. Həmən vaxtı o cür xarakterdə olan bir insanın başına gəlmiş pis bir hadisəni sadəcə söhbət də eləyə bilərsiniz. Siz ona direkt ona deyəndə, o da yeniyetməliyin verdiyi bir qaz var, o daha da özünü müdafiə eləyir, deyir, mən düz eləyirəm, mən sizdən ağıllıyam. Dilinə gətirməsə də davranışında elə eləyir. Amma biz ona mesaj ötürmək istəyirik ki, bu davranış yaxşı davranış deyil. Biz bunu filankəsin başına gəlmiş hadisənin öz aranızda danışırmış kimi eləyirsiniz. O da baxır ki, o da müşahidə eləyir axı. Bugünkü mövzumuzda rol model kimi. Rol model, yəni illah da biz nəyisə müşahidə edirik, o hərəkəti edirik də. O müşahidə eləyəcək ki, filankəsin başına belə bir hal gəlib, biraz özünə çəki düzən verəcək. Bir dəfə, 2 dəfə, 3 dəfə, bəzən olur da, mən belə oğluma bir mesaj ötürmək istəyirəm. O mesajı ötürmək üçün filankəsin başına gələn hadisədən danışıram, o oradan özü üçün bir pay götürür. Bir dəfə deyərsiniz, 2 dəfə məqamı düşəndə başqa bir nüanslar da var. Bu emosional zəkalıqda belə bir şey var. Qarşı tərəf bizim verdiyimizi həzm eləməyə hazır olmalıdır. Yəni,
bəzən olur, müəllim dərs keçir, uşağın fikri başqa yerdədir. Müəllim lövhədə izah edir, belə coşub müəllim hər şeyi izah edir. Qayıdır, çevrilir. Uşaqdan soruşur ki, bəs nə oldu filan? Uşaq cavab verə bilmir. Deyir ki, abi sizdən adam olmayacaq, sizdən oxuyan olmayacaq. 1 saatdır mən izah edirəm. O uşaqların fikri başqa yerdədirsə, bu övladınıza da aid. Onun fikri başqa yerdədirsə, siz ona Quran ayəsi deyin, yenə xeyri yox. Qızıldan yenə xeyri yox. Onun fikri başqa yerdədirsə. Bunun bir kıvama gəlməsi lazımdır. Bir ortam olması lazımdır. Uşaq telefonda mesajlaşır, siz onu çağırıb söz deyirsinizsə, bilin ki, fikri sizdə deyil. Fikri də orada qalır. Bu, Azərbaycan kinoları çox böyük senarilərdir. Biz baxırıq, amma fərqinə varmır. Fikir verirsinizsə, bəzi kinolarımızda ana övladının qabağına yemək qoyan kimi başlayır, o təxminə zarda yemək qoyur, başlayır danışmağa. Sonra... Aklıma bir şey değil, uşaqlarda tərbiyə vermək istəsə, ona yemək koyanlar bildir. Orada biraz qoyun yesin də yeməyini sonra. Yemək qoyan kimi yox. Yesin, doysun. Arxadan vurulan zərbədə var, deyir, zibanı apardılar. Uşağı yeməyi qoyur, əl üzünü yuyur. Yeməyə oturanda deyir, zibanı apardılar, o da durub çıxıb gedir. İndi qoyun yesin, doysun. Ondan sonra bir rahat ortam olsun. Ondan sonra sözümüzü üslubunca deməyimiz lazım. Baxın, bir davranışı idarə etməyin, görün nə qədər şaxələnir. Çox şaxəlidir də. Biz elə bilin ki, o ümmandan bir xırda bir şeyə toxunuruq. Elə bir Xəzər dənizindən bir stəkan su gətirmişik. İndiki danışdıqlarımız çox genişdir. Rol model kimi özümüzü davamlı gəlişdirməliyik. Ana olaraq, deyək ki, evinizdə qızınız varsa, ya da oğlunu fərq eləmir. Məsələn, ömür boyu bizdə gəlin qaynana söhbəti olub da. Ömür boyu bunun problemini yaşamış. Gəlinlə qaynana yola getmir deyə aləm deyir. Niyə? Gəlin istəyir ki, qaynana onun kimi düşünsün, qaynana istəyir ki, gəlin onun kimi düşünsün. Yəni, hər kəs bir-birini dəyişmək istəyir. Fikirlər başqa, düşüncələr başqa. Hər kəs görmək istədiyi kimi istəyir olsun. Amma belə olmur. Amma gəlin evə gələndə görəndə ki, qaynana rol model kimi necə davranır, necə yaşayır. Bunu görsə rol model kimi bir dəfə, 2 dəfə, 3 dəfə o da başlayacaq, o gəlin ocağa məsələsi başlayacaq elə davranmaq. Dolayısıyla biz özümüzü davamlı olaraq yontalamalıyıq, düzəltməliyik ki, qarşı tərəfdə bizdən nümunə götürən insanlar doğru bəhrələnsinlər. Səhvimiz olacaqmı? Olacaq. Səhviniz olanda bunu etiraf da eləyəcəksiniz. Deyəcək ki, mən filan şeyi səhv eləmişim. Filan şeyi düz eləmədim. Bu davranışın özü belə övladınızın gözündə sizin dəyərinizi artırır. Ki, görür ki... Keçən təlimdə stres danışdı, situasiyanı, özümə təsvir oldu. Evə getdim, dedim qızıma ki, bax, mən bəzi hərəkətlər səhv eləmişəm, biraz emosional. Həm amma dedi, xoş təsirlərdir, mən də bundan sonra deyirəm, sakit, hissənmədən, hər şey başa düşəlim. O qədər dedik, yəni çox dəyişiklik hiss edilmiş. Həm özümdə də, həm uşağımda da. Yəni, yoxsa demişim, onu etdim, davamlı eləyin. Yəni, onu... İşte bayaq dediyim məsələdə valideynin yükü o qədər çoxdur ki, sinir bir tərəfdən, bəzən də ki, ailə daxili məsələlər ola bilir. İndi həmişə hər şey güllü-gülistanlıq olmur. Yəni, kişi ilə qadın arasında da söz-söhbət ola bilir, evdə uşaqlarla da ola bilir, qovm-əqrəbədə ola bilir. Yaxşı təsir elədi, üzü istəyirəm ki, mən. Yəni, o da başa düşdü ki, böyük də səhv eləyə bilərdi. Yəni, bir baxdım, həm amma belə bir şeydir, yəni, ola bilər. İşte bu yaxşı bir şeydir ki, uşaq da görür ki, mənim anamda da dəyişikliyi varsa, demək, o da özünü, demək ki, belə olmaq lazımdır. Səhv eləyəndə də, məsələ səhv eləməmək deyil ki. Məsələn, biz səhv eləyək, hər kəs səhv eləyir. Hər dönək, 90 yaşımız da olsa səhv eləyəcək. 200 il yaşasaq da yenə səhv eləyəcək. Səhv həmişə olacaq. Məsələ səhv etməmək deyil. Məsələ etdiyimiz səhvlərdən dərs çıxardıb, növbəti dəfə onu etməməkdir. Yox da növbəti dəfə onun qarşısını almağa çalışmaq. Bunun üçün odur ki, biz bu yaşa çatmışıq da, deyək ki, biz 30-lar, 40-lara çatmışıq. Biz bəzən başa düşürsən ki, sən yaşamamısın.
Yəni, bəzi şeyləri başa düşmədən yaşamaq. Səhər dur, yemək ye, ged işə, sonra gəl filan. Bir idrak eləyəsən, bir özündə dəyişiklik eləyəsən, bir özünü yontalayasan, bir öz daxili rifahın olsun ha. Söhbət puldan filan getmir. Daxili rifahını təmin etmirsənsə, daxili xoşbəxtçiliyin üçün çalışıb onu bir daxili zövq almırsansa hansısa bir prosesdən, o zaman adam şey olmur yəni. Bir happy olmursan, xoşbəxt olmursan, rahat olmursan. Məmnun eləməyən heç kəs başqası Hə, elə bilmir. mümkün deyil. Mütləq özünüzlə özünüzə bir qayğı göstərəcəksiniz. Özünüzü yontalayacaqsınız, səhvlərinizi düzəldəcəksiniz. Özünüzü rol model kimi formalaşdıracaq, yoğuracaqsınız. Və elə özünüzü bir xəmir kimi düşünün. Və biz o xəmiri necə istədiyimiz formaya gətiririk. İstəyirik şəkər bur edirik, istəyirik paxlava edirik, istəyirik nə bilim filan şey edirik. Özünüzü elə düşünün. Mən özümü formalaşdıracağam və bir müddət sonra görəcəksiniz ki, özünüz özünüzdən o qədər rahatsınız ki, səhvlərinizi də normal qəbul edirsiniz. Davranışınızda da hə tamam övladınızla, ətrafınızla. İndi bizim o dərslərə qatılanlar ki var, məsələn müəllimlərdən gedir söhbət. 8 ay, 7-8 ay dərsə gəldilər də. Məsələn, onlar deyirlər ki, biz artıq başqa cür baxırıq da məsələlərə, həyata başqa cür baxırıq. Artıq hər şey bizim üçün, yəni belə fövqəladə dərəcədə mənfi qarşılamırıq, rahatıq. Təbii buna təsir edən faktorlar da var. Biz indi yenə növbəti dərslərdə toxunarıq. O insanın davranışı daxildən gələn səbəblərə görədir. Daxildən gəlir. Ona da təsir edən faktorlar var. Məsələn, bir adamın sevgi ehtiyacı qarşılanmırsa, mənsubiyyət ehtiyacı qarşılanmırsa, o zaman onun davranışına təsir edir. Tamam? Yəni təməl ehtiyaclarımız var. Onlar qarşılanmayanda bizə təsir edir. Dolayısıyla ssenarilər müxtəlifdir. Bugünkü dərsimizdən alacağımız şey biz özümüzü rol model kimi davamlı olaraq idarə eləmək, özümüzü tənzim etmək. İşte bu önemli olan budur. Biz şəxs olaraq başqaları üçün istənilən halda nümunəyik ya. Biz başqalarına nümunəyik. Xəbərimiz yoxdur bəzən. Görürəm ki, hamısı toy şəni gəlib yapışırlar mənə. Yanımda otururlar, qolumu. Əslində hələ işləmirəm müəllim kimi. Sadəcə hiss edirəm ki, mən onlara bir elə bir işıq atda, yəni bir nümunəyəm onlar üçün. Yəni elə bir çox yapışırlar mənə. Biləm görürsən niyə belədir, sonra görürəm mən də bir ixtisasa girəcəm. Deyirəm oxumaq yaxşıdır həqiqətən. Yəni o baxımdan bu qədər insana rahat. Hə, siz istənilən halda başqası üçün rol modelsiz, nümunəsiz və bunu heç vaxt ağızdan çıxartmayın. Bəzən biz elə düşünürük ki, hə, bəs kimdir falan, elə deyil. Bir nəfər də olsa sizdən siz kimə, harda, necə təsir edəcəyinizi bilə bilmərsiniz. Müəllim olmaq çox çətindir. Bu yaxınlarda valideynlər mənə deyir ki, qızım, uşağımız sizi, yəni evdə deyir ki, mən müəllimə üçün bir anlıq özümə düşündüm. Deməli, mən öz hərəkətlə o qədər məsuliyyətli olmalıyam ki, mən də, yəni, səhv etməməliyəm. Doğrudan müəllimə yəni danışırlar, hər bir şeyə diqqət etməliyəm. Uşaq deməli, neçə dənə uşağı valideynlər deyir ki, sizi canlandır, sizi rol, dediyiniz kimi də rol. İşte biz müəllimlərə deyəndə bunu belə deyirik də. Bəzən ibtidai sinifdə girirsiniz dərsə və görürsünüz ki, o uşaqlar sizi ayaqqabınızdan saçınıza qədər müşahidə edirlər. Görürsünüz ki, sabah o da saçını sizin kimi edib gəlir. Yaxud da sizin kimi hərəkət eləməyə çalışır. Bu cür deyir, yox, müəllimə bu cür deyildir, bu cür də olmalı, bu cür. İşte hə, rol model olaraq demək ki, təsir gücünə sahibsiniz. Bəli. Ona görə biz davamlı olaraq bəli və özümüzü düzəltməyimiz lazımdır. Əks halda belə. Gəldik ikinci bir məsələ, bu rol modeldə məsələ nədir? Biz başqalarının vəziyyətindən də şey götürürük. Məsələn, biri var, direkt bir şəxsdən bəhrələnirik, müşahidə edirik, öyrənirik. Biri də başqalarının başına gələndən, bayaq dediyim kimi, başına gələndən nümunə götürürük. Məsələn, böyük övladınız hansısa bir yaxşı bir iş görüb. Onu tərifləməyiniz ikinci övladınız üçün bir nümunədir. O deyir ki, bax,
demək ki, filan şeyə görə anam onu təriflədisə, və yaxud da müəllim bir şagirdi tərifləyir, filan şeyə görə deyir ki, məsələn, filan kəs hər gün dərsə vaxtına gəlir, buna görə çox sağ ol. Yəni, heç bir müəllim uşaq vaxtında dərsə gəldiyinə görə ona xoş söz demir də. Düzdür? Yəni, elə başa düşürük ki, bunun borcudur da gəlmək. Tamam da, gecikənə yüklənirik, vaxtında gələnə təşəkkür eləmirik. Bizə təşəkkür eləmək, tərifləmək, müsbət, pozitiv baxmaq mədəniyyətimiz də yoxdur. Eləyəndə uşaq təriflənir, nəyə görə? O qədər görməyib ki. Nəyə görə? Heyrətlə gözünü açıb belə baxır. Yəni görməmişik də. Yəni məsələn küçədə, evdə, nə bilim işdə filan davamlı olaraq biz müsbəti vurğulayaq, tərifləyək filan. Bu mədəniyyətimiz yoxdur. Yaxşı bir əməl eləyəndə borcudur. Hə. Düşünürlər ki, insanın içindəki vicdanıdır. Bəli. İnsanın özünə elədiyi yaxşılıqdır. Qarşı tərəfə. Amma yəni işləkçilər borcudur, eləməlidir. Bəli. Bəli. İşte o şey, yəni biz başqasına elədiyimiz o, dediyimiz xoş söz övladımıza, dediyimiz o, məsələn şeydə, məsələn araşdırmalar da göstərdi. Evdə 3 uşaq varsa, və yaxud da 2 uşaq varsa da, ən bic, ən belə ikinci uşaq olur. 3 uşaq varsa ikinci olur. Niyə? Hə, valideyn yüklənir emosional olaraq birinci uşağa, birinci övladda qayğı göstərir də. İkinci övladda birincini müşahidə eləyir, oradan nəm qapır. Görür ki, məsələn, anam böyük, deyək ki, bu abituriyentdir, bu da hələ 5-də 6-da oxuyur filan, böyük qardaşı abituriyentdir. Nə edir? Qışqırır üstündəki, niyə dərs oxumursan filan. İkinci getdi, kitab dəftəri açdı, heç oxumur ha. Amma manipulyasiya edir ki, onu, çünki o vəziyyətdə bir özü üçün nəticə çıxardır. İşte bu davranışa təsir edir. Yəni, bilməyimiz lazımdır ki, biz birinə söz deyəndə başqası bunu müşahidə edib özünə pay çıxardır. Tamam, yəni biz evdə... Səhvlərimizdən öyrənməyəcəyik ki, bir də başqasının səhvlərindən də öyrənmək lazımdır. Bəli, bəli. Biz mütləq şəkildə başqalarını tərifləməyimiz bu övladımız olmaya da bilər. Məsələn, deyək ki, qonşunuzdur, qohumunuzdur, dilimiz gəlmir tərifləməyə, amma deməyimiz lazımdır. Məsələn, qohumluqda bir şəxs yaxşı bir iş görür. Deyirik ki, filan kəs, halal olsun filan kəs, çox sağ olsun ki, bu işi belə gördü. Deməyək də sən də belə ol. Bax, uşağınızı başqasına müqayisə eləməyin. Bu çox tamam yanlış bir şeydir. Çox təməlində səhv olan bir şeydir. Burada düz heç bir şey yoxdur. Biz yenə direkt qısa kəsmək istəyirik ki, bunu tez müqayisə edeyim, qıcıqlandırım, oxusun, filan şey eləsin. Onda biz tamamilə onun dünyasını dağıtmış oluruq. Evet. Qisas hissi yaranır. Şagirdlər özləri də etiraz edirlər. Məsələn, olub yuxarısın şagirdlərin qızı xüsusən. Yəni, baxırsan ki, anaya qarşı nə qədər aqressiyası var. Əməli, nə qədər xaxın qız bir tərifləyir. Filan kəs elə olmayacaq bilən. Yəni, anasının o bir sözünü sinifdə deyir ki, nə qədər tərifləyir. Olmaq istəyərdirsə, o sözə görə heç olmaz. Hə, daha da qıcıqlanır. Əslində, o uşaqla münasibəti yaxşıdır. Məhz bana təriflədiyinə görə onu da fikirdən baxır. Yəni, onu belə adam təriflədiyinə sağlayır. İşte biz tərifləyəndə, məsələn, başqasının yaxşı tərəfini deyirik, xoş xüsusiyyətini deyirik. Amma sən də filan kəs kim olmaq deməməliyik. Biz sadəcə ətrafımızda olan qonşu, qohum, övlad, uşaq fərq eləmir. Onların müsbət tərəfini sadəcə dilə gətirməyimiz lazımdır ki, uşaq oradan özü üçün bir müşahidə edir ki, demək bu hərəkət təriflənir. Bu hərəkət yaxşı bir hərəkətdir, mən də bu hərəkəti eləyim. Yəni bunu deyən alim, yəni Albert Bandura araşdırma nəzəriyyə onundur və dünyada ən çox istinad olunan alimlərdən biridir. Ki, yəni bir insan davranışını başqasını müşahidə edərək öyrənir. Başqasının hərəkətlərini, davranışını və başqası, məsələn, eksperiment var da, Bobodol eksperimenti deyə bir şey var. 2 dənə otaq ayrılırlar. Bir uşaq, deyək ki, bir o Bobodol oyuncağı da belə dığırlanan oyuncaqlar olur. Onlardan uşaqlar oturur, bir nəfər böyük girir, həmən başlayır o oyuncağı vurmağa. O böyük adam gedəndən sonra uşaqlar başlayır gəlir həmən oyuncağı vurmağa. İkinci bir otaqda eyni eksperiment aparırlar.
Böyük adam oncağı heç nə dəymir, heç yoxmuş kimi davranır, öz işinə falan. Gedir, orada elə bir şey müşahidə olunmur, paralel olaraq eksperimentdə. Bu onu göstərir ki, balaca uşaqlar böyüklərin hərəkətindən birbaşa təsirlənir. Ona görə biz özümüzə davamlı olaraq çəkiləcəyik. Bəli, var. Bəli. Yox, yox. Bəli, bəli, bəli. Yox, yox. O 2024, bəli. Yox, biz yenilənmir ya, onu Təhsil İnstitutu proqramı dəyişəndə biz yeniləyirik. Dəyişməyəndə yenilənmir. Yox, dəyişmədilər, bizdə dəyişmədi. 2 ildən bir dəyişir proqram, o da ehtiyac olandır. Bəzən cəmaət elə bilir ki, biz bunu özümüz keyfimizdən dəyişirik və bizə belə. Digər bir məsələ mükafat və cəzalandırma məsələsidir. Biz, məsələn, sabah övladınızı götürün, aparın psixoloqa. Birinci verəcəyi sual, uşağın davranışına görə ona mükafat, hədiyyə nəsə bir şey verirsiniz, yoxsa cəza falan verirsiniz, yoxsa yox? Bir sual verim. Mən problemi çox yaşayıram. Bir bu müşvətdir də, sənin elədiyin müşvətdir. Mən bunu deyib, siz fikir davam edərsiniz, sonra şək bildirərsiniz. Yəni, müşvətlə mükafatlandırmanın fərqi nədir? Baxın, ona da gələcəm. Aşırı olanda rüşvətə çevrilir. Bunun dozası var. Dediyim kimi, bir dənə düstur yoxdur ki, bunu belə elə. Uşaq var ki, biz ona gördüyü işə görə, məsələn, deyirik ki, sən filan şey elə, sənə planşeti verəcəm, yarım saat oynayarsan. Mükafat veririk. Həyətə düşməyə icazə verəcəm. 5 manat pul verəcəm. Filan şey verəcəm, filan şey verəcəm. Məqsəd, o uşaq yaxşı davranış sərgiləsin deyə ona mükafat veririk. Ya da cəza veririk. Deyirik ki, bax, sən dərslərimi eləməsən, sənə həyətə düşməyə icazə verməyəcəm. Davranışı belə də idarə etmək olur. Yəni, siz övladınıza mükafat və cəza verməklə idarə edə bilərsiniz. Amma dozasını qaçırmamaq şərti. Hər şeyə görə, bizim bir qohum var idi, uşaq vaxtı bunu durğuzublar ki, dur, bəs da uşaq gecə yatanda bəzən yerini batırır filan zat. Dur, bu da 3-4 yaşı var imiş, neymiş. Deyib, pul verin, gedin. O qədər bunu öyrədiblər ki, deyirlər ki, dur, ayaq yoluna ged, deyib, pul verin, gedin. Gecə saat neçə deyə, elə görür. Biz hər şeyi onunla həll eləyəndə, uşaq elə başa düşür ki, demək ki, bununla həll olunur məsələ. Bunu ola bilər. Məsələn, bir müəllimlərə tövsiyə edirik ki, yarım ilin sonunda, dekabr ayıdır, hər kəsə bir sertifikat verir. Mən əla kullanmışam öz övladlarım, onlara məsələn, harası gəzmək hədiyyə. Ola bilir. Nə bilim, nələrsə verirəm də. Həmişə deyirəm ki, bunu oxuyun, olacaq, oğlum məncə bundadır. Qızım deyir, mənə lazım deyil. Amma görürsünüz, insana fərqlidir, bir dənə düstur yoxdur. Demək ki, siz öz övladınıza bu yolla xitab eləməlisiniz. Qızınıza başqa bir yolla xitab eləməlisiniz. İşte ona görə, bəli, yəni biz özümüzü o qədər gəlişdirməliyik ki, hansı halda kimlə necə rəftar eləyəcəyimizi bilməyimiz lazım. O uşağa biz deyək ki, mükafat verə biliriksə, dozasını qaçırtmadan, mükafat verib idarə eləyə biliriksə, eləməyimiz lazımdır. Amma dozasını qaçırtmadan. Sən deyir, idarə edəcəyini bir nəyəsə görə idarə eləməyə imkan verir. Görə düşünür, ha. Mən bir özüm ona qurban verməliyəm ki, kimsə mənə bunu versin, mən də bunu deyim. Demək ki, qızınızın çox güclü şəxsiyyətə ehtiyacı var. Onu siz qarşılamalısınız. Artıq o xırda şeylərlə tatmin olmur da. O məni manipulə edir. İşte, ola bilir. Onun üçün güclü müəllimlər var, məktəbdə təşəkkür edirəm. O məni manipulə edir. Mən bu hərəkətləri görmürəm. İşte, yəni siz davamlı olur. Bəzən hallarda həqiqətən elə olur. Məndə də böyük qız çətin hətta o deyirsə ki, olmadı olaraq götürsün. Bu mən qadir edir ki, mən həkim olmayacağam. Olmadan mən gəncliyimdə uşaq vaxtı, yəni evdə olanda köy olmuşam, dediyimi yedirmişəm, yəni hər nə istəmişəm, nail olmuşam
Biz dəyişən uşaq olmuşam, amma ayrı ondan sonra yəni arqayını belə bildi, yəni mən belə çox cavab verməmişəm. Ulaşmış çətin adamdı, o məsələ söz dedi. Mən dedim ki, mən sən kimi olmayacağam. Mən nə qayda söz götürməyəcəm, nə yoldaşımın sözünü götürməyəcəm. Yəni kəndi rol model olaraq görmür ki, hə sən belə yaxşısan, yox, mən bir şey olmayacağam. Bence de əksinin sizi elə gördüyünə görə istəmir. Burada çox səbəb ola bilər. Bu düşüncə müvəqqəti də ola bilər. Yaş dönəminin, o şəxsin oturub durduğu rəfiqələrinin, məsələn, deyək ki, elə bu rol model məsələsində başqa bir, yəni özünün seçdiklərindən ona belə yaxşı, yaxın olan xüsusiyyətlər seçmişəm. Seçmişəm ki, özü gətirib baxmışam ki, bu həqiqətən bunun xüsusiyyəti, davranışı, yəni özünü aparmalı, yəni o bizlərə baxmış yaxşı olur. Amma yenə o öz fikrini yəni səbəb çox ola bilər. Yəni məsələn indi adətən bunu psixoloq araşdırır, sual verir, neçə yaşı var, nələr, yəni bu gedir dərinə düşür də. İllah da psixoloq onun oturub qırılma nöqtəsini tapır ki, bu uşağın qaynağı, bu fikrin qaynağı hardan gəlir və başlayır ondan işləməyə. Bizim işimiz o deyil. Mən psixoloq deyiləm. Mən pedaqoqam. Sadəcə düz deyil, yəni çox psixoloqdan daha çox bilirik, amma bu mənim sahəm olmadığına görə etik olaraq özümə doğru sığışdırmıram da, gedim psixoloqun işini görüm. Bu mənim işim deyil. Ki tövsiyə vermək olar filan, amma onun siz daha yaxşı bilirsiniz ki, hansı səbəbdən qaynaqlana bilər? Bunu da siz necə bilərsiniz? Özünüzü gəlişdirməklə. Siz özünüzü gəlişdirməklə lazım olanda lazım 2 kəlmə ilə söz deyə bilirsiniz ki, uşaq deyir, anam bunu da bilir filan. Yəni bəzən yenə deyirəm, uşaqlar üçün məsələn mənim bir iş yoldaşım qız var idi. Bu çox savadlı. Dəhşətli dərəcədə bildiyiniz məsələn mən onun qədər çox şey oxuyan adam ikinci bir adam görməmişəm. Biz fikirləşirdik ki, bu kimi ailə quracaq. Getdi özündən daha betər ilə ailə qurdu. Demək ki, bu adamın rol model olaraq elə bir adam istəyir ki, onun meyarı daha çox şey biləndir. Oğlan bunun 2 qatı qədər idi. Hə, indi yaxşı xarakter falan o ayrı bir məsələ. Amma hər bir şəxsin özü üçün vacib olan şeydə bir dəyəri var. Onun daha yaxşını kimdə görürsə ona meyl edir. İşte biz rol model olaraq övladlarımız üçün elə bir valideyn olmağımız gərəkir ki, o övlad, məsələn biz övladımızı özümüzə oxşatmağımız doğru deyil də. Biz bizik, övladımız öz dövrünün uşağıdır, onun öz maraqları var. Biz o dəngəni tutmağımız lazım. Biz onu öz ayağımıza bağlayanda ki, yox, bizdən asılı qalsın, biz dediğimiz kimi olsun, o zaman sıxıntı yaranır. o deyirsiniz ki, məsələn, kimdənsə haqqını danışar, öz maraqlarında, onu da danışır. O qulaq asır, Instagram'da qulaq asır. Neçə yaşı var? 15 yaşında. Hə, onun elə tam da elə o vaxtında. YouTuber olmaq istəyən vaxtında. Aslında sonunda özünü tərbiyyəni götürür. Yaxşı şeyləri götürür. Özünə hansı istəyir? İndi nəsillər var da, alfa nəsli, nə bilim, Z nəsli var, nə var. Hə, o uşaqlar elədir. Yəni siz o uşaqları idarə eləmək. Baxın, biz valideyn olaraq təməl prinsiplərimiz yerində olmalıdır. Nə? Şəfqət, qayğı, sonra disiplin. Disiplin dediyim, məsələn, bir davranış, bir qayda qoyursunuzsa, buna mütləq əməl etmək lazımdır. Mütləq şəkildə. Olmazsa olmaz. Yəni, yox. Hər gün uşaq 11 yaşlı olacaqdır hələ. Hər gün hər vaxt gözlərim dərsə gələndə danışır, tərzi, hər şey o qədər dəyişir ki, hər gün deyir, nə oldu sən? Ya oturduğu sinif yoldaşlarıdır, yeni başlayır, özünə toplanır, çox belə meyilliklər vaxt edir ki, başqa yaşır. Özü bir nəfər götürür, bir adını çəkir, elə onun işi var, o rəfiqəsi deyir, dənizli belə, deyirəm, sən idealsan, sən özün karakterin yaxşıdır, sən ondan da yaxşısan, sən emin də onu götürsən də, amma yavaş-yavaş biraz formalaşdırdı, bir baxanda, amma hər gün gedir, Məsələn, ümumiyyətlə evdə işlətdiyiniz sözlərə çox diqqət yetirin. O sözlərdə çox səhv edirik.
Məsələn, siz deyirsiniz ki, böyük qızım çətin uşaq. Mən adım kimi əminəm ki, siz bu sözü onun qulağından eşitdiyi yerdə bir demisiniz. Və yaxud da siz deyəndə o sizə eşidib. Evdə bunu demisiniz, qohum-əqrəbənin içərisində danışanda, hə, bizim böyük qız çox çətindir filan. Görənləri boş verin ki, görənləri boş verin. Yalan demirsiniz, ha, doğru deyirsiniz. Amma yanlış yerdə deyirsiniz. Bunu ümumiyyətlə uşaq bunu eşidirsə, artıq deyir ki, yəni bunun təsiri var da, deyir ki, mən beləyəm. Hə. Ona görə o qədər dediyiniz sözlərdə, o qədər o suyu piliyə-piliyə içmək məsələsi var da. Harda nə söz deyəcəksiniz, nə danışacaqsınız, necə edəcəksiniz, bunlara diqqət yetirmək lazım. Oğlum 5 yaşı olacaq. Allah sağ olasın. Çox sağ olun, çox dəyərli. Yəni hamı bilir, mənim dediyi üçün hamı bilir. Artıq baxdım ki, yəni mümkün deyil və aparatda psixologda aparatda heç bir problem yoxdur, sadəcə olaraq dediyi yeridir. Başladım artıq demək ki, Məhəmməd, sən çox ağıllısın. İndi ağlayan kimi mən çox ağlayıram. Yəni siz psixoloqun yanına məsələn doğru getmisiniz. Çünki 5 yaşında uşağın psixoloqluq bir işi yoxdur. Normalda uşaqların psixoloqa getməsi lazım deyil ki, müəllimlə valideynin getməsi lazım. Böyüklərin getməsi lazım. Çünki Sizin dərsinizdən sonra başlamışam. Bir ay dərsinizdə qoşuldum, sözünüzü kəsdim. 8-9 ay qoşulardım. Qrupumu da yaxşı yazdım. Yaxşı dediyim, yəni bir aylık nəticə 11 manat toplamışdım. Amma çəş əlbəttə qoşulardım. Həmişə deyirəm ki, 2 mənim həyatımda bir dənə görüş oldu. Çox sağ olun. Faydamız olubsa, dəyibsə nə gözəl. Uşaqların psixoloqa ehtiyacı yoxdur ki. Böyüklərin var. Biz nəysə səhv edirik. Biz nəysə düz eləmirik. İşte siz, məsələn, orada dediyimiz hər bir söz o qədər, bəzən bu mənim öz şəxsimə o qədər yansıyıb ki, bəzən mən söz tapa bilmirəm danışmağa. Məsələn, uşağa söz deyəcəm, fikirləş, deyəcəyin sözün 50 dənə yerə varacağını fikirləş və heç nə demə. Hə, qalırsan belə və görsən ki, bu da bir rol oynayır. Artıq sənin dediyin, məsələn, yanlış söz deməkdənsə deməmək daha yaxşıdır. Ona görə, məsələn, uşağa ağıllı deyəndə də ehtiyatlı olun. Çünki, məsələn, biz uşağa ağıllı deməklə və yaxud da filan, onu bir risk atmış oluruq. Mümkün qədər ehtiyatlı olmaq lazım. Onun bir dənə yaxşı xüsusiyyətini tapın. Oradan başlayın, bir dəfə onu tərifləyin. Məsələn, deyək ki, yeməyi axıra qədər yeyir. Onu bir tərifləyin, deyin ki, bax, yeməyi axıra qədər yemirsən. Əla, burası gözəl. Mən deyək ki, orada bir ağıllı balam deyə bilərsiniz. Amma sən ağıllısan, sən filan şey, burada biraz ehtiyatlı olmaq lazım. Zaten egosentrik dövrdür. Dünyada özündən başqa heç kəsi görmür o. Yəni 5 yaş, 2-7 yaş arası elə dövrdür ki, uşaq üçün bir dənə özü var. Yəni dünya aləm dağılsa da onun vecinə deyil, özü var. O 7 yaşından sonra yavaş-yavaş onda məntiqi düşünmələr başlayır da. Yəni 5 yaşında uşaq, məsələn, bizdə travmalarımız var. Səfərdə eləmişik. Evimizə qonaq gəlir. Qonağın da uşağın 5 yaşı var, bizim də uşağın 5 yaşı var. Qonağın uşağı gəlib bizim uşağın oyuncağını istəyəndə biz nə edirik? Öz uşağımızın əlindən alırıq, veririk qonağın uşağına. Orada yanlış edirik. Niyə? Biz öz uşağımızın dəyərini də bilmirik də. 5 yaşında olan hər kəs deyir ki, bu oyuncaq mənimdirsə, bu mənimdir. Bu mənə aiddir. Biz onu alırıq məcbur qonaq, deyir, ayıbdır qonaq. O uşaq ayıb zad bilmir ha. Valideynlər nə etmək istəyir? Axı qonaq gəlib, qeybət olmalıdır, söhbət eləməliyik. Aranı turana arana daşımaq lazımdır. Uşaqlar da bizə mane olur. Nə edirik? Alırıq, veririk, özümüzü tənbih edirik, veririk, filan kəs qışqır, bağır ki, sakit olsunlar, biz söhbətimizi edək. Amma biz o söhbətimizi bir yarımçıq qoysaq, bir uşaqları yıxsaq, oyuncaqları ortaya töksək, o iki uşağı da otuzdursak, hər ikisi oynasalar, dünya mı dağılar? Demək ki, biz keçən dəfə dediyimiz kimi də valideyn olanda şey olmamışıq da, yəni təlimatlı valideyn olmamışıq. Təəssüf, bu deməkdir ki, bizim də övladlarımız belə olmalıdır mı? Yox. Bizdə olmayıbsa, bizdən sonra olması gərəkir. İşte bugün məktəblərin yaşadığı problem, məktəb öz funksiyasını böyük ölçüdə çətinliklə yerinə yetirir və bəzi hallarda yerinə yetirə bilmir. Niyə? Valideyn faktoruna görə.
Valideyn övlad. Məsələn, burada oturan valideyn bəzən bizim əməkdaşlar deyir ki, bura gələn valideynlərə lazım deyil bu. Zaten bura gəlirlərsə demək ki, nəyisə axtarışındadırlar. Məsələ bura gələ bilməyən, baxmayan valideynlərdədir ki, biz onları düzəltməyimiz lazımdır. Mən deyirəm ki, tamam da indi biz onlara çatmırıq. Kimə çatırıqsa, onlar da gedib 5 nəfərə, 3 nəfərə bunu bölüşsələr, mütləq şəkildə Biz özümüz öz uşaqlarımızı doğru yetişirsək, gələcəkdə onlar da özünü. yavaş-yavaş, yəni zaten belə formalaşır və bir ənənə olması lazımdır. Xüsusən də xanımların. Bir də bir sual verim sizə. Bayaq mükafatlarından, cəzalandırmadan danışdıq. Mən ingilis dilindən istəyirəm, evdə hazırlayıram, mən demək istəyirəm. Deməli, mənə uşaqlar dedilər ki, biz BSG-nin yüksək olanlar bizə nə hədiyyə alacaqsınız? O biri müəllimlər bizə hədiyyə alır, yaxud da balaca bir qonaq, məsələn, bizə qonaqlıq edir. Mən də yəni əslində eləmək fikrim yoxdur. Bilirsiniz nə? Çünki zəif də var, güclü də var. Tutalım, mən pizzanı alsam, necə deyim ki, bu məsələn çox güc alıb, amma mən ona verməyəcəm, öbür uşağa verəcəm. Məsələn, aldım, uşaqlar sonra mənə dedilər ki, mənim, axı o uşaq güc almışdı. Biz də yedik, o da yedik, o niyə elə oldu da? Mən də belə qaldım, dedim, almışam da, necə yəni deyim, deyə də bilmirəm, baxçılıyım, bu düzgün etik deyil, yəni bir əlim də qəbul edəməz. Amma uşaqlar da dedi ki, mənim onu biz 5 almışıq, bu bizə də çatdı, ona da çatdı. Yəni bizə hədiyyə alardınız. Siz hədiyyə almaqdan səhv eləmişsiniz. Niyə? Yox, almazdınız. Pizzanı almamısınız, almazdınız. Həmən anda uşaq deyir ki, başqa müəllimlər alır, siz niyə almırsınız? Siz bir kəlmə deyə bilərsiniz ki, mən almıram. Bu başa düşməz. İşte baxın, bəzi şeyləri öyrətməyimiz üçün bəzən doğru görsənməyən davranış kimi davranmağımız lazımdır. O uşaq deyəcək ki, məsələn, filan kəs müəllim almadı, sizdən küsəcəklər, dərsinizi oxumayacaqlar. Bir müddət sonra siz onların gözündə fərqli müəllim obrazı yaratmış olursunuz. Və onların heç gözləmədiyi anda pizza ilə girirsiniz sinifə, onda verirsiniz, onda yavaş-yavaş başa düşürlər ki, hər şey ona bağlı deyil. Tamam? Artıq görürsünüz, bir dənə səhv eləmişsiniz, dalınca ikinci səhv gəlir. Və sonunda bizim onlardan fərqimiz nədir? Sonra gələ böyük dilim verəsə, ola balaca dilim, o da doğru deyil. Demək ki, bir səhv başqalarını da gətirir. Ona görə başqaları bunu edir, mən də edim yanaşmasından yola. Sizin özünüzün valideyn olaraq, müəllim olaraq bir çizginiz olsun. Ya məsələn, mənə deyir ki, BSG-dən yüksək alanda başqa bir müəllim bizim üzümüzü belə, məsələn, üzümüzü bəzəyir, çəkimizi çəkir, status da paylaşır. Mən ümumiyyətlə xoşlanmıram. Mən də özümdə qalıram ki, uşaq da yəni ondan sevinir əslində. Anası da sonra status da paylaşır ki, məsələn, mənim qızım BSG-dən yüksək alanda müəlliməsi bunu. İndi o tərəfdə Allah sizi idarə etməyəcək. Mən də qalıram, bilmirəm ki, uşağı sevindirir, valideyni sevindirir. Çox çətindir. Bəzən sinirlər, müəllimlər əksər müəllimlərdən görmüşəm, uşaqların nəticələrini artırlar. Heç doğru deyil. Konfidensiallık önemli. Təbii ki, onu öyrənə biləcək səviyyə oldu deyə, hətta məsələn, müşahidə eləmişəm, tutaq keçən ilə 40 alıb, dəfə 45 alıb. Yəni, bu onun uğurudur. Ne olsun 90 alıb, 45 alıb. Siz yavaş-yavaş uşaqlara mesaj götürə bilərsiniz ki, siz mənim üçün, sizin aldığınız qiymətə görə mənə dəyərli deyilsiniz. Siz pizza istəyirsinizsə, biz bunu belə də eləyə bilirik. Gəzinti istəyirsinizsə, belə də gəzə bilərik. Amma burada sizin aldığınız qiymət sizin şəxsinizin qiyməti deyil. O zaman belə çıxır ki, 5 alan daha yaxşı insandır, 3 alan daha pis mi insandır? Bunu müzakirə edin uşaqlarla. Və o mesajı ötürün ki, sizin aldığınız qiymət oxumanızın nəticəsidir. Sizin şəxsiyyətinizin, insanlığınızın dəyəri deyil. Sizin qiymətiniz, dəyəriniz, necə ki, biz universitetdə yüksək bal toplayan uşaq yaxşı bəhbəhlə, ikinci uşağımız yaxşı oxumasa falan, dəyəri ona olmaz. Yəni, bir insanın dəyəri aldığı qiymətə görə ölçülməz. Bu mesajı uşaqlara verəndə siz uşaqların gözündə. Artıq o dəridən qabıdan çıxıb yaxşı müəllim olmağa çalışan insanlar var. Onlarla o qədər müqayisə olunmaz dərəcədə fərq yaradacaqsınız ki, özünüz onlar arasında. Zaten onlara baxmayasınız. Siz bir rol model kimi ortaya bir şey qoyursunuz, bir xarakter qoyursunuz və o xarakterinizə görə uşaqlar belə o xarakterin verdiyindən təsirlənir və siz də işinizi görmüş olursunuz. Mən orada tutaq ki, BSG-dən yüksək alanları hədiyyə edirəm.
Heç nə vermir, heç nə vermir, heç nə. İlin sonunda, yarım ilin sonunda hər kəsə sertifikat verir. Hərəsinin bir xüsusiyyətinə görə. Ən disiplinli şagirdimiz, ən deyək ki, zarafatçı, hərənin bir yaxşı xüsusiyyətini tapırsınız. İşte biz qiyməti həyatımızın ortasına qoymuş. O hər şeyi alt-üst eləyib. Uşaqlar arasında da, valideynlər arasında da, müəllimlər arasında da, pedaqoji şurada da, qəbul imtahanında da aldığımız qiymət bizim hər bir xüsusiyyət, biz qarışdırmışıq da, malı mala qatmışıq. Biz şagirdin şəxsiyyətinin, onun o insanlığını qiymətlə assosiasiya eləmişik, əlaqə qurmuşuq. Qiymətə görə 5 alırsa istəkli uşaqdır, şagirddir, 2 alırsa yaxşı şagird deyil. Övladımız 5 alırsa yaxşı övladdır, 2 alırsa yaxşı övlad deyil. Doğru bir şeydirmi? Yox. Ona görə olmaz. Mən bir sual verirəm. Buyurun. Bayaq müəllimə o da rol model davranışla bağlı məsələn ki, məsələn ailədə problem olan uşaqlar mən atama oxşamır, oxşamırda və ya digər müəllim yoldaşımız dedi ki, qızım deyir ki, mən oxşamayacam. Bunu məsələn mən öz şagirdlərimdə də görmüşəm. Hətta belə valideyn problemlərdən ötürü ayrılıqlar bir himayəsində böyüyüb. Baxırsan oğlan uşaqda necə hər şey yerində, qəti şəkildə atılıb oxşamır, özü də atanın səhvlərini bilir. Amma illər ötür maraqlanırıq da, istər-istəməz bir bağ var. Xüsusən əgər o şagirdin sənin gözündə bir xüsusi bir dəyər varsa. Maraqlanırsan görürsən ki, o bəyənmədiyi atası. Qızlar görmüşük ki, anasının o tabiçiliyini, güzəşdə getməyini bəyənmir. Amma zaman keçdikcə ananın yaşlansadır, o bəyənmədiyi hərəkətləri. Yəni, baxın, biz aldığımız travmalar əgər müalicə olunmazsa, yəni biz o travmaların üstünə gedib həll eləməliyiksə, o bizim davranışımıza yansıyır. Gec də olsa yansıyır. Hardansa çıxardır. Məsələn, bir qız, məsələn, deyək ki, belə deyək də, bir ailədir, dediniz, ayrılır, ata-anadan ayrılır və qız uşağının aldığı bir şey var, mesaj var. Kişilərə etibar etmək olmaz. Və yaxud da deyək ki, məsələn, qız deyir ki, niyə anama oxşamaq istəmirəm? Deyək ki, ana ailə üçün, misal üçün deyirəm, mən detalları bilmirəm. Ana ailə üçün indi feminizm ideyaları çox yayılır. Qadın azadlığı, qadın. Hə, biz nə bilirik? Ailəni qurtarmaq üçün bir çox hallarda qadın güzəştə gedir. Yaxşıdırmı, pisdirmi, bu ayrı bir mövzu. Mənə görə yaxşıdır, kiməsə görə pisdir. Qadın və bəzən kişi nəyisə qurban verə bilər, bəzən qadın nəyisə qurban verə bilər ki, bizim cəmiyyətdə daha çox qadın güzəştə gedir. Və bu ideyalarla böyüyən uşaq güzəştə gedən anasına oxşamaq istəmir. Hər ikisi özünə görə haqlıdır. Amma biz burada o uşağın aldığı, deyək ki, məsələn, feminizm ideyalarından qaynaqlanırsa, deyək ki, qadın niyə əzilməlidir, qadın öz hüququ var, qadın niyə qab yumalıdır, qadın niyə uşağa baxmalıdır, ata da kişi də baxmalıdır və s. Kimi düşüncələr insanların davranışına yansıyır. Biz bunu necə həll eləməliyik? Bu çox çətin məsələdir. Çox çətin məsələdir. Bu, bir nəfərin edəcəyi bir şey. Bizim əlimizdən nə gəlir? Ana olaraq olduğumuz yerdə qalmaq. Yəni, şəfqətimizlə, qayğımızla, analığımızla, onun, bizim övladımız nə düşüncədə olur olsun, necə olur olsun, bizim üçün dəyərlidir, yanında olmaq və o uşaq səhv eləyəcək, səhv düşüncədə də ola bilər. Yetər ki, biz onun yanında olaq. Tamam. Zar-zorla, güclə, nə ilənsə idarə edə bilərik. Bu da mümkün ola bilər. Amma biraz təhlükəli məsələdir. Bundan biraz ehtiyatlı olmaq lazım. Ki, biz uşaqları belə deyək də, zor gücünə idarə etməyə çalışsaq, baxın, şuurlu şəkildə başa düşmək ayrı bir şeydir. Zor gücünə idarə olmaq ayrı bir şeydir. Zor gücünə idarə olunmaq həmişə kəsik qalır. Çünki biz başa düşmürük nəyisə. Amma şuurlu şəkildə idarə etmək insan davranışının daha doğru olması üçün vacibdir. Ona görə biz nə qədər düşünəriksə, nə qədər istiqamət verəriksə, nə qədər qarşı tərəfində düşünməsinə çalışarıqsa,
o qədər inkişaf eləmiş olarıq. Bunun indi bəzi mövzular var, indi biz mövzular o qədər genişdir ki, birini açırsan o birisi şey çıxır. Yəni o birisi mövzuya gedir. Onu açırsan o birisi mövzuya gedir. Və bəzən də toparlamaq çətin olur. İndi növbəti dərslərdə inşallah mənəvi inkişafla bağlı bəzi məsələlərdə toxunaraq, sonra bir neçə dərs davranışla bağlı olacaq. Belə, xoş oldu sizi görmək. Bugünkü ümumiləşdirsək, biz özümüzü rol model kimi formalaşdırmalıyıq. Tamam, ətrafımızda necə olur, övladımız necə olur olsun, şahidlərimiz necə olur olsun, rol model kimi özümüzə qayğı göstərməliyik. Aldığımız nəticə belə. Sağ olun, görüşürüz. Sağ olun.